Bildiğiniz kimi 21 fevral tarihi Beynəlxalq Ana Dili günüdür. Bugün münasibəti ilə hazırladığımız tədbirdə Azərbaycan Respublikasının dövlət himni ilə tədbirimizi açıq elan edilir. Mənim ana dilim, mənim kimliyim, pasportum özümə öz hakimliyim. Mənim mənliyimin füsunkarlığı, danışan kamalı, ağlıdır dilim. Millətin varlığı, yurdun varlığı, sənin varlığına bağlıdır dilim. Həm də nəvəmlə bağlayıb uzanan tarix bağımsan, dünənim, sabahım, üstəlik hələ, mənim söz sünərim, səs bayrağımsan. Sənsiz adım haram, vətənim haram, ana südü kimi halalımdır. Dili yanmış, yad dildə ötürsən öz mənzilində, namusda bir xəbər vicdandan uzaq, vəzifə kürsüsü məramdır sənə. Vətənin dilini sevməyən adam, vətənin çörəyi haramdır sənə. Mənim mənliyimin füsunkarlığı, danışan kamalı ağlıdır dilim. Millətin varlığı, yurdun varlığı, sənin varlığına bağlıdır dilim.